Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadet itaatlerinizi kabul etsin. Oruç namazlarınız kabul olsun. Amin inşallah. Bugün de değerli ağamızla birlikte sizin huzurunuzdayıq. Selamun aleyküm ve rahmetullah. Siz de salamlayıram. İzleyiciləri də. Allah kabul etsin hamımızın ibadətlərini. Amin inşallah. Amin. Biz Hazreti Adem'in dastanında ibrətli məsələlərə toxunurduq. Və doğrudan da neçə gündür ki, o barədə danışırıq. Çox da ibrətli nöqtələr orada görmüşük və bizim üçün çox maraqlı olub bu mövzular. Həmçinin tamaşaçılar üçün də çox maraqlı olub. Çünki insanın adətən ən çox bildiyi, ən çox müraciət etdiyi məsələlər adam elə bilir ki, mən salonda bu mövzunu bilirəm. Sonra bir alimdən, bir mütəxəssisdən o barədə yenidən bir şey eşitdikdə Yeni şeylər çıxır da. Söndürmən mən heç nə bilmirmişim. Baxış bucağı dəyişir, aspekt dəyişir, üfüq dəyişir. Ona görə çox həm insan üçün doğmadır. Çünki elə uşaqlıqdan eşitdiyimiz mövzulardır. Amma daha dərin, daha düzgün formada Görünməyən bucaqları görünür. Bəli, o istər-istəməz həm insanın özünə ləzzət eləyir, insan çox bəhrələnir, həm də tamaşaçılar da çox bəhrələnir. Keçən səfər deməli gəldik ən mühüm nöqtələrə toxunduq. Bugün də istəyirəm ki, həm şeytanın səcdə etməməsi, yəni şeytanın günah etməsi, iblisin günah etməsi və sonra Allahla dialoqu, həm Adəm peyğəmbərin yer üzünə enməsi və ondan sonra tövbə etməsi. İstəyirəm elə bu mövzulara toxunaq inşallah. Buyurun. İnşallah. Mən də yavaş-yavaş sizə qoşulacağam. Bismillahirrahmanirrahim. Bəqərə 36-da buyurur ki, Euzubillahimineşşeytanirracim. Fəzəlləhumə şeytan. Anha şeytan o ikisinin, yəni Adəm əleyhissalamla Havva salamlayhanın ayaqlarını doğru yoldan büdrətdi. Bəli. Əzəllə, yəni büdrətdi. Niyə görə bu ifadə var? Müxtəlif açıqlamalar var. Mənim xoşuma gələn və elə məncə real olan açıqlamalardan biri də budur ki, iblisin bu qədər rolu da kifayət edir. Elə adamı büdrətsə kifayət edir. Adamın ki, imanı möhkəm olmur, yəqin həddinə çatmır. Elə büdrəyən kimi bir də görürsən azıb gedib tamam uzaq məsafədən çıxır. Fəzəlləhumə şeytan anha. Nəticə fəəxrəcəhuma mimmə kənə fihi. Maraqlıdır ki, demir ki, Allah Teala şeytan bu onların ayağını büdrətməklə onları cənnətdən çıxartdı. Görür, onları harada idilərsə oradan çıxartdı. Bəli. Ola bilər bir fiziki bərzəxi cənnət var idi. Bir də bunların öz əhval ruhiyyələri var idi. Bizim üçün əhval ruhiyyə qazancdan az önəm kəsb etmir. Adam var yoxsuldur, amma elə əhval ruhiyyəsi var ki, 1000 zəngindən üstündür. Xəstədir, amma sağlamdan daha çox əhval ruhiyyəsi var. Adam var hər şey qaydasındadır, gedir intihar edir. Və qul nəhbitu ba'dukum li ba'din aduv. Biz əmr etdik ki, enin, hubut edin, nazil ol, enin. Yəni, yüksək məqamdır, buradan enin aşağı məqama. Və yaxud yer üzünə. Hər halda, bir halda ki, bir-birinizə düşmənsiniz. Yəni, Adəm əleyhissalam və Havva salamlayhanın düşməni iblisdir. Yəni, üçü də endi. Üçü də o mənzilətdən endi. Və ləkum fil ardı müstəqər və mətan lahin. Sizin üçün yerdə qərar yeri var, qərargah var və müəyyən müddətə qədər faydalanmaq imkanları var. Mən mövzunu hələ etirirəm, məqsədim var. Buyurur, fətələqqa Adəmi min Rəbbihi kəlimətin fətəbə aleyh. Adəm əleyhissalam Rəbbindən bəzi sözlər öyrəndi
və Rəbbi tövbə etdi Adəmə tərəf. İnnehu huve tevvabur rahim. Çünki Rəbbi çox tövbə edən və çox mərhəmətlidir. Qul nəhbitu minha cəmi'a. Dedi ki, enin oradan hamılıqla. Fə imma yətiyənnəkum minni hudən. Elə ki, məndən sizə bir hidayət, bələdçilik, yol göstərmək, qanun gəldi, o zaman fəmən təbiə hudayə, kim mənim hidayətimə tabi olsa, fələ xafun əleyhim və lahum yəhsənun. Onlar üçün nə qorxu var, nə hüzün var, qəm-qüssə var. Mən mövzunu hara qovuram, ərz edeyim. 2 dənə məsələ qeydləmək istəyirəm. Birincisi, ayədə bu tövbə məsələsində çox maraqlı bir şey var. Buyurur, fəthabə aleyhi. Allah tövbə etdi Adəm əleyhissalama tərəf. Yaxşı, bəs Adəm əleyhissalam nə etdi ki, Allah tövbə etdi? Tövbə qayıtmaq deməkdir. Yəni, Allah dərgahından uzaqlaşıb qayıtsın, geri dönmək. Tövbədir, inabədir, rücuadır, bunlar qayıtmaq. Buyurur, fətələqqa Adəmə min Rəbbihi kəlimatin. Allahdan öyrəndi Adəm əleyhissalam bir cüzə sözləri. Elə bil ki, Allah Adəm əleyhissalama deyib ki, sən mənə görə müəyyən günah elədin də, yəni o aləmə məxsus olan günah. Çıx cənnətdən. Adəm əleyhissalam, bu bizə həyat dərsidir ki, biz bu dərsi öyrənə bilmirik ki, bilmirik. Biz elə bilirik ki, Allahın qapısına, şuuraltımız budur. Ha, dildə deyirik, Allah mərhəmətli filan. Amma elə bilirik, Allahın qapısına getsəm, Allah deyəcək, hara gəlirsə. Bunu bilmirəm, kim bizim şuurumuzun altına salır. Adəm əleyhissalam burada 2 iş görür. İkisi də Allahdan başlayır. Birincisi, tövbə eləmək istəyir, üzr istəmək istəyir. Kimdən öyrənsin üzr istəməyi? Allah deyir, mən öyrədirəm. Fətələqqa Adəmə min Rəbbihi kəlimat. Deyir, mən sənə bəzi sözlər öyrədim, onu demənə mən qəbul edeyim. Qəbul edəcəm, sonra nə olacaq? Sonra tövbə eləyə bilərəm. Deyir, yox, əvvəl mən tövbə edəcəm sənə tərəf. Yəni, Allahın tövbə qapısını açarlar o sözləri. Adəm əleyhissalam min Rəbbihi Allahdan öyrənir. Sonra da Adəm tövbə eləmir. Əvvəlcə Allah tövbə eləyir. Fətabə aleyhi. Hardan bilirik Allah tövbə eləyir? 2 nişanə var burada. Birincisi, iləyhi deyil, aleyhidir. Fətabə iləyhi olsaydı ona doğru tövbə elədi. Şübhələnərdik ki, bəlkə Adəm əleyhissalamın tövbəsindən danışır. Amma fətabə aleyhi, onun üzərinə tövbə elədi. Kimsə Allahın üzərinə tövbə edə bilməz, qayıda bilməz. Allah insanların üzərinə tövbə edə bilər, qayıda bilər. Yuxarıdan aşağı Allah qayıdır. Bir budur, bilinir ki, Allahdan söhbət gedir. Bir də davamında İnnehu huvət təvvabur rəhim. Çünki o, həqiqətən çox tövbə edən, çox mərhəmətlidir. Ümumiyyətlə, innə ifadəsi Quran-ı Kərimdə təfsir alimləri buyururlar, harada innə gəldisə, adətən əvvəlki cümlənin səbəbini bildirir. Məsələn, deyirik, Bismillahirrahmanirrahim. Mərhəmətli və bağışlayan Allahın adıyla başlayır. Mehriban Allahın adıyla başlayıram. Və bihi nəstəin. Və ondan kömək istəyirəm. Sual, niyə? İnnehu xeyru nasirin və ma'in. Çünki o, ən yaxşı köməkçi, ən yaxşı yardım edəndir. Fətələqqa Adəm min Rəbbihi kəlimatin. Sonra Adəm Rəbbindən bir sizə kəlmələr öyrəndi. Fətabə aleyhi. Allah ona doğru qayıtdı. Niyə? Niyə Allah qayıdır? Niyə Adəm əleyhissalam yox, Allah qayıdır? İnnehu və təvvabur rəhim. Çünki Allahın işi qayıtmaqdır. Allahın işi barışmaqdır. Allahın işi bəndəni himayə götürməkdir. Hacı, bu Allahın xüsusiyyəti. Bəziləri elə bilir ki, necə yəni Allah tövbə eləyir, Allah birinci öz rəhmətini verir o insana. O gücü, o enerjini ötürür insana. İnsan ondan sonra tövbə eləyə bilir. Və eyni ifadə Quran-ı Kərim digər yerlərində də var. Məsələn, Təbuk müharibəsi ərəfəsində orada o 3 nəfər ki, Allah buyurur, onları mən bağışladım. Peyğəmbərə qoşulmamışdılar, getmədilər cəbhəyə. Onlara Allah cəza kəsdi. Sonra onlar danışmadılar bir-birinə, heç kəs də onlarla danışmadı falan. Orada Allah təbarək və təala buyurur ki, "Thumma
taballahu aleyhim liyetubu. Allah onlara tövbe etti ki onlar qayıda bilsinlər. Yəni onların tövbə etmə yolunu Allah öz tövbəsi ilə açdı. Eyni Orada ifadə. orada da səbəb Bəli. Orada nə deyir sonra? yox, səbəb nə idi? Peyğəmbər onlardan soruşdu ki, necə oldu ki, yəni neçə gündür siz səhrada qalmısınız, tövbəniz qəbul olmur filan. Necə oldu ki, indi qəbul oldu? Onlar dedilər ki, biz orada başa düşdük ki, həmən gecə başa düşdük ki, Allahdan başqa sığınacağımız yoxdur. Yəni şuuraltımıza o daxil oldu artıq. Əslində bilirdik, amma o bilmək başqa, yaşadıq onu. Dərk etdik. Təsəvvürlə Peyğəmbər üz döndərib, insanlar üz döndərib, hamı üz döndərib, heç kəs danışmır. Kimimiz qaldı? Hara gedək? Allahdan başqa. Ona görə orada da buyurur ayədə: "Və zənnu əllə məlcəə minallahi illa ilə." Yəni bu zənni burada yəqin mənasında. Yəqin etdik ki, Allahdan başqa sığınacaq yoxdur. Ondan sonra Allah buyurur: "Summa taballahu aleyhi liyetu." Yəni Adəm əleyhissalam da o məqama çatdı yəqin ki, gördü ki, başqa çarə yoxdur. Onda Allah Taala Hacı, Adəmin orada o kəlmələrin nə olması ilə bağlı təfsirdə müxtəlif versiyalar var. Bəziləri ki, məsələn, Əraf surəsində ki, Allah Taala Adəmin necə tövbə etməsini, Rəbbənə zələmnə, necə tövbə etməsini orada gətirir. Bəziləri deyir ki, o kəlmələr həmən sözlərdir. Məsələn, onu oxuyuram ayəni, buyurur ki, deməli Əraf surəsinin 23-cü ayəsidir. Qala yəni Adəm və Həvvadır. Həm Adəm, həm Həvva. Üzr istəyirəm, burada həm də bir şey üzə çıxdı. Biz ki o gün dedik Həvva salamlayan tövbəsi var Quranda yox. Bəli, var. Hər ikisi dedilər: Rabbana zalamna anfusana. Biz özümüzə zülm etdik. Və illəm təğfir lana və tərhamna. Əgər bizi bağışlamasan və rəhm etməsən, lənəkunənnə minəl xasirin. Ziyankarlardan olarıq. Şübhəsiz. İndi bu sözüdü Adəm Rəbbindən öyrəndi, yoxsa başqa ifadələr? Çünki burada burada incə bir nöqtə çıxır. O nədir? Burada Allah Təbarək və Teala demək olar ki, bir səhifə, ondan əvvəlki səhifə, sonraki səhifədən də bir neçə Həzrəti Adəmin dastanını həsr eləyir. Burada iblisin danışmaları, filanları hamısını gətirir. Gəlir ki, mən Adəmə dedim, sən və zövcən gir cənnətə daxil ol. Həvada şeytan sizi oradan çıxartsın, o sizi qəbul eləsin, abınızı aparsın filan. Hamısı amma deyir ki, bəs şeytan yalandan and içdi onlara filan. Onlar da ağacdan daddılar və ayıb yerləri görünməyə başladı. Onlar utandılar. Cənnətin, ağacların o yarpaqlarını gördülər. Yaxsifani aleyhim. Başladılar özünə örtməyə filan. Allah buyurur ki, bəs mən sizə deməmişdimmi? Mən sizi bu ağacdan çəkindirməmişdim. Və deməmişdimmi şeytan sizin açıq-aşkar düşməninizdir? Sonra buyurur, onlar dedilər, biz özümüzə zülm etdik. Və əgər bizi bağışlamasan və rəhm etməsən, biz ziyankarlardan olarıq. Qaləhbitu bə'zukum bidazadu. Burada Allah, yəni orada Allah münasibət bildirmir onların sözünə ki, mən qəbul etdim yoxsa yox. Burada dərhal nəticəni deyir. Yox, burada dərhal deyir ki, Allah buyurdu ki, enin yerə. Amma demir, mən qəbul etdim. Burada isə başqa ifadədir. Bəqərə surəsi. Deyir ki, Allah qayıbdır. Amma burada demir onu. Çox maraqlıdır. Yəni bunu hələ Adəm cənnətdə ikən, Allahla diyaloqda ikən burada belə çıxır ki, o sözü deyib. Ki, ilahi, məni bağışla. Biz bağışlamasın ziyankarlardan olaraq. Amma Allah isə demir bağışladım. Deyir ki, enin, gelin orada yaşayın filan. Ta ki burada Bəqərədə buyurur ki, Adəm öz Rəbbindən bir neçə kəlməni öyrəndi ki, Allah onu bağışlasın. Tahada da həmin ifadə keçir başqa cür. Buyurur ki, Sümməctəbəhu Rəbbuhu. Sonra Rəbbi seçdi Adəm əleyhissalamı. Fəttabə aleyhi və hədə. Qayıtdı Adəmə və ona hidayət etdi. Yəni tövbəsini qəbul edin. Yəni əvvəl fəttabə aleyh. Əvvəl qayıtdı.
Qayıtmağı ilə Adəm əleyhissalam tövbə eləməyə müvəffəq oldu. Sonra tövbəni qəbul etdi, seçdi, ona hidayət etdi. İndi burada sizin dediyiniz məsələdə nə var? Bir, biz bu iddianı eləyə bilərik ki, ümumiyyətlə Qurani-Kərim əhvalatları danışanda xronologiyaya fikir vermir. Bəli, bu heç. Yəni o demək deyil ki, cənnət, iddia eləmək olmaz ki, cənnətdən qabaq bu söz demişdi, yer üzünə enməkdən qabaq bu söz demişdi, ya sonra bu söz demişdi. O hidayət üçün, ibrət üçün dediyi üçün bilinmir. Məsələn, Musa əleyhissalamın da əhvalatını görsən, bir əhvalat əvvəl nazil olur, bir əhvalat sonra nazil olur, əhvalatın bir hissəsi filan Mədinədə nazil olur, bir hissəsi Məkkədə. Əsas o məqsəddir. İkinci məsələ budur ki, bu fətabə əleyhi ilk tövbədir. İlk tövbədir. Sonra Adəm əleyhissalam o sözləri öyrənir. Yəni əvvəlcə Adəm əleyhissalam fətələqqa Adəm min Rəbbih. Rəbbi ona bəzi sözlər öyrədir. O sözləri deyir, olur fətabə əleyhi. Öyrəndən sonra, fətabə əleyhidən sonra Adəm əleyhissalam tövbəyə müvəffəq olur. Tövbəyə müvəffəqə həmin sözdür. Rəbbənə zələmnə ənfusənə. Onu deyir. Sonra Allah Teala thumməstəbə Rəbbu fətabə əleyhi vəhdə. İndi necə baş verir biz dəqiq bilmirik. Amma bu dəqiqdir siz gətirən ayə. Taballahu aleyhim liyetubu. Allah Taala'nın iki tövbəsinin arasında biz tövbə edə bildik. Yəni Allah Taala istisnasız diqqət mərkəzində olası bir şeydir bu. Allah Taala istisnasız bütün günahkarlara qayıdır. Kimsə o qayıdışa ləbbeyk deyir, tövbə edir, Allah tövbə edərək tövbəsini qəbul edir. Kimsə ləbbeyk demir, tövbə etmir, Allah da qəbul etmir. Yəni, belə deyil ki, bəzi günahkarların tövbə qapısı üzünə açılır, bəzilərinin açılmır, yox. Allah Teala günah edən insanın dərgahdan uzaqlaşmasını xoşlamır, bəyənmir. Deyir, gəl. Allah Teala bizi günah edib cəhənnəmə etmək üçün yaratmayıb. Özünə qaytarmaq üçün yaradıb. Allahın məqsədi şeytanın sözünü təsdiqləmək deyil ki, ləuviyyənnəhum əcməin. Hamısını azdıracam. Allahın məqsədi budur ki, biz qaydaq. Ona görə də tövbə qapısının açılışı qədər Qurani Kərimdə, hədislərdə insanı heyrətə gətirən ikinci bir mövzu tapmaq çətindir. Mən sizə deyim, Musa əleyhissalamın əleyhinə gələn cadugərlər Qurani Kərimdə qeyd olunub. Yəni bunlar gəliblər Peyğəmbəri rüsva eləsinlər. Bir göz qırpımında iman gətirib Peyğəmbərin yolunda şəhid olurlar. Özü də faciəvi şəkildə doğranaraq. Özü də elə məqama çatırlar. Firon bunları təhdid edir. Bir dənə söz deyirlər. La dairə. Eybi yoxdur. Neyinirsən? Yəni Allahın tövbə qapısı, tövbə lütfü. Hədisdə buna işarə olunur da, deyir ki, əgər insanlar günahkarlar, bunu Allah Teala Davud əleyhissalam deyir Qüdsi hədisdə, deyir, bəndələrin bilsələr, mən onların qayıdışını necə şövqlə gözləyirəm, o bilginin vəcdindən ürəkləri partlayar ölərlər. Yəni bu hədis pafoslu deyilmiş, bədii söz deyil, mən canımı qurbansan, mənim ürəyim partlayır eşqindən. Yox, buyurur, ya Davud, bəndələrin bilsələr ki, mənim necə şövqüm var onların qayıdışına, bilsələr, bu bilik onları öldürər. Çox maraqlı. Çox qəribədir. Yəni Allah Teala limit qoymur. Limit qoymur o demək deyil, istədiyimiz cinayət verədək. Bəli, o ayrı mövzudur. Limit qoymur, odur ki, bizim üçün qapını açıq qoyub ki, mən belə bir ki, Allahın qoşunudur, iblisin qoşunu. Ki, əslində Allah istəsə bir göz qırpımında hər şeyi məhv eləyər. Amma sistem belə qurub. Allahın qoşunu, iblisin qoşunu. Allah Teala iblisin qoşunundan tövbə edənlər üçün həmişə bir tərəfə açıq saxlayıb. Biz bunu ən bariz şəkildə görürük Aşura hadisəsi. Bəli. İmam Hüseyin əleyhissalam haqqında yazırlar ki, gəlirdilər İmam Hüseyin ağanın başını kəsməyə. Birisi də orada cəsarət eləmirdilər. Neçə nəfəri göndərdi Ömər Səd, heç kəs gəlib cəsarət eləmirdi. Bunu axırda məlun Şimr bədbəxt cəsarətlədi. Orada yazılır ki, bəziləri gəlirdilər İmam Hüseyin ağanın başının üstünə. İmam Hüseyin ağa yaralı şəkildə buyurur ki, get mənə su gətir, sonra məni öldür. Mən bu sualı böyük bir alimə verdim ki, İmam Hüseyin əleyhissalamın
şəhadət məqamında bu sözü deməsi nə qədər ağla sığandı. Ged mənə su gətir. Suyu içib nə edəcək ki? Onsuz demək gedir də cənnətə. Çox gözəl açıqlama verdi. Buyurdu ki, İmam Hüseyin Əleyhisselamın ruhu bədənini tərk edənə qədər o ümmətin imamı idi, xalqın lideri idi, mənəvi lideri. O istəyirdi ki, onu qətlə yetirməyə gələn şəxs imam qatili olmasın. Bəlkə gedib su gətirənə qədər fikir dəyişər. Bəlkə gəlməyə. Bu qədər günah eləyib, da bundan sonra etməyə. Gözəl. İmamı gözəl ifadə. Bəli, daha sona qədər rəhmət imamıdır ki, bu qədər bədbəxt olmasın da da. Yəni bu da Şimr kimi adlanmasın, Sinan kimi, nə bilim, Hərmələ kimi adlanmasın. Bu Allah Taala'nın da qapısı son ana qədər açıqdır insanların üzünə. Yəni belə deyil ki, adam desin ki, mənim də günahım elə həddə çatıb ki, da mənim kitabım bağlanıb. Bir əhvalat yadıma düşdü. Bir nəfər İmam Cəfər Sadiq Əleyhisselamın səhabələrindən imama sual verdi ki, mənə çox maraqlıdır. Bugün Allah Taala'nın ən əziz bəndəsi və ən xoşlamadığı bəndə kimdir? İmam buyurdu, get gir bazara. Bugün bazara ilk daxil olan adam Allahın ən xoşlamadığı bəndədir. Və axşam ən son bazardan çıxan şəxs Allahın ən çox sevdiyi bəndədir. Kişi də səhər sübhdən gəldi, bazar elə açılmayıb. Gözlədi, gördü ki, bir qoca kişi gəlir, əli ilə bir körpü uşağın əlindən tutub, nəvəsi ilə. Kişi fikirləşdi, görəsən bu qoca nə günah eləyib ki, Allahın ən sevmədiyi bəndədir. Allahın nifrət etdiyi bəndədir. Bazarda vaxtını ötürdü axşama kimi. Axşam gözlədi ki, sonuncu bazardan çıxan şəxs kim olacaq? Baxdı görə yenə həmin ki. Başlıqlı gəldi İmam Sadiq Əleyhisselam huzuruna ki, aha bu necə oldu? Eyni adam bugün həm Allahın həm pis bəndəsidir, həm yaxşı bəndəsi. İmam buyurdu, o kişi çox fasik kişi idi. Çox günahkar adam idi. Çox günah eləmişdi. Amma bazardan çıxanda nəvəsi ilə bir söhbəti oldu. Allahın çox xoşu gəldi o sözdən. Ona görə onu bağışladı, ən əziz bəndəsi oldu. Nə söhbət oldu? Bazardan çıxanda o nəvəsi ona dedi ki, baba, bizim evdən böyüyü var. Dedi, bəli, bala, var. Bizim şəhər. Baba, bizim şəhərdən də böyüyü var. Bəli, var. Bizim ölkə. Baba, ölkəmizdən böyüyü var. Bəli, bala, var. Bizim dünya. Baba, dünyamızdan böyüyü var. Bəli, bala, göylər, kainat, kosmos. Baba, kainatdan, kosmosdan da böyüyü var. Baba deyir, bir dənə ah çək, dedi ki, bəli, bala, var. Baba, nədir kainatdan böyük? Dedi, bala, babamın günahlarıdır. Dedi, baba, sənin günahlarından da böyüyü var. Dedi, kişi güldü, dedi, bəli, bala, var. Allahın rəhməti mənim günahımdan da böyüdür. Bu təfəkkürü Allah bizdən istəyir. Ona görə bəzi hədislərdə var ki, bir adam ki, çox tez-tez ibadət eləyir, mütəmadi, hər şey qaydasındadır. Saat kimi işləyir ibadət vaxtları. Allah hərdən onun ibadət vaxtını oynadır yerindən. Məsələn, yuxuya qalır. Niyə? Çünki hər gün eyni vaxtda sübh namazını qılanda bu adam çox da kəbir eləyirdi öz-özündən. Ucub gəlirdi ki, əzanın vaxtını ötürmürəm. Bir dəfə gecikdirir, gün çıxana az qalmış bir dəhər qılır və içində bir sınma olur ki, ay Allah, mən nə oldu, mən niyə yatıb qaldım ilahi, nə günah eləmişəm, ay Allah, üzr istəyirəm, o üzr istəyirəmdən yaranan o peşmançılıq, sınma, təvazökarlıq, kövrəlmə, riqqət onu təmizləyir, o qürur ki var, yalancı qürur, mən namazı vaxtında qılır, onu pozur, onun ruhunu saflaşdırır. Ona görə də Allah Taala'ya bəndənin tövbəsi, açıq-aşkar üzü Quranda buyurur ki, çoxlarını mən maddi sıxıntıya salıram, mənəvi sıxıntıya salıram ki, ağlaya-ağlaya gəlsin qapıma, küsüb məndən, mənim bəndəm mənimlə söhbət eləməkdən qaçır. Mən bunu yaratmışam, mənlə danışsın. Çünki inna lillah, biz əvvəl Allah'ınıq və inna iləyhi raciun, sonda Allah. Bu bəndəm qaçır məndən. 24 saatın
10 dəqiqəsini mənimlə danışanda əsnəmə tutur bunu. Allah o zaman vurur bunu. Ağlaya-ağlaya gəlir Allahın qapısına. Ağlaya-ağlaya. Mən bayağı iftarda bir şəhid ailəsinin iftar süfrəsində idim. Orada şəhidin atasında da dedim. Amin inşallah. Sabahda Xocalı soyqırımı günündə Allah rəhmət eləsin. Orada məzlum şəhid olanlara, Allah qatillərinə, zalimlərə lənət eləsin. Allah xalqımıza bir də belə müsibət göstərməsin. Orada şəhidin atasına dedim ki, heç kəs sizin kimi yaşamayıb bu halı. Çətindir valideyn üçün, gənc övlad dağı. Amma Allah Taala elə bil ki, sizin üçün başqa bir qapı açıb öz dərgahına. Yəni, övladınızın şəhadət qapısı bir tərəfdən əlavə bir imtiyaz verib sizə. Siz artıq axirətlə dostlaşmısınız. Canınızdan bir parça gedib ora, elə bil ki, sizə bir yol açıb orada. Doğmalaşıb o biri dünya sizin üçün. Bu dünyanın ləzzətləri yenə var sizdə, amma söndürüb. Onun alovunu azaldıb biraz. O necə məsələn, o məhrəm naməhrəm ayəsində deyir, "Qullil mu'minina yaghuddu min absarihim və qullil mu'minat yaghdudna min absarihinna." Mömin kişilərə denən ki, qadınlarla üzləşəndə baxışlarını qıssınlar. Yumsunlar yox, gözlərini yumsunlar yox. Yəni, alanı daraltsınlar, az yeri görsünlər, yolların görsünlər, lazım bir obyekti görsünlər. Qadınlara denən ki, belləsinlər. Burada da belədir ki, elə bil ki, yeni dünyanın ləzzəti bu atalarına da var. Amma əvvəl kim deyil. Artıq başa düşür ki, bu ləzzət gedəsidir. Artıq bir tərəfində bu axirət aurası gəlib. Bu bir lütfdur Allah Taala'dan. Allah heç kəsə belə müsibət göstərməsin. Amma bəzən insan Allahdan tələb edir bunu. Moizə xeyri yoxdur. Nəsihət xeyri yoxdur. Gündə bir nəfərin ölümünü Allah göstərir, buna xeyri yoxdur. Axırı vurur bir tərəfindən, onda görsən ki, ayıldı biraz, oyandı. Bir də əgər sözdən icazə versə başqa bir şey. Baxın, niyə görə bu axıra qədər ayələri oxudum? Allah Teala buyurdu ki, Və qulna ya Adəm uskun ente və zəvcikəl cənnə. Biz dedik ki, Adəm, sən də, yoldaşın da, salamun aleykümə, daxil olun, sakin olun cənnətdə. Və kulla min harəqədən həyəti şeytuma. Bu cənnətin harasından nə yiyirsiniz yiyin. Halal xoşunuz, nuş canınız. Və la təqrəbə hadihi şəcərə. Amma bu ağaca toxunmayın. Toxunsaz nə olur? Fətəkuna minəz zalimin. Zalimlərdən olacaqsınız. Yaxşı. Nəticəni də gördülər. Fəzəllahumə şeytan. Allah çıxartdı cənnətdən. Tövbə elədilər. Allah yenə buyurur. Qul nəhbitu minhə cəmiyə. Enin gelin. Fəmmə yətiyənnəkum minni hudən. Mən sizə qanun göndərəcəm. Amma minni hudən. Mənim qanunum. Mən hər hansı bir qanuna əməl etdiyiniz təqdirdə sizi xoşbəxt edəcəyimə söz vermirəm. فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى. Məndən bir hidayət, bir qanun, şəriət gəlsə. Başqasından yox. فَمَنْ تَبِعَهُ deyə bilərdi. Kim tabi olsa qanuna yox. Biz bilirik ki, ərəb dilində fəsahət, bəlağət tələb edir ki, mümkün qədər qısa deyəsən sözü. Mufid-i müncəz, müxtəsər. Qısa, lakanik. Amma Allah Teala burada, halbuki deyə bilərdi kim o qanuna tabi olsa belə demədi. Burada fəmən təbiə hudəyə. Kim mənim hidayətimə, şəriətimə, qanunuma tabi olsa, nə olacaq? Fələ xavfun əleyhim. Onun heç bir qorxusu olmayacaq. La xavfun, yəni nəfi cinsdir. Heç bir qorxusu olmayacaq. Və lahum yəhsənun, onlar əsla qəm çəkməyəcəklər. İki məsələni qeyd etmək istəyirəm. Birincisi, cənnətdən yemək məsələsində də Allah Teala qanunu qoydu. Diqqət. Adəm və Həvva salamullahi əleyhimaya demədi cənnətə toxunmayan. Yeyin için gezin. Bir ağaca dəyin. Bizə nə deyir?
Pul sənin xərcdə, xumsunu ver. Zəkatını ver. İstədiyin yeməyi ye, donuz əti yemə. İstədiyin içkiyini iç, şərab içmə. Evlən, zinə eləmə. Lətifə danış, söhbət elə, qeybət eləmə. Yəni, Allah təbarəkə və təala əgər bizi atsaydı bu dünyaya, desəydi ki, bax, bəziləri Allah haqsızlığa susluyur ki, mənə nə lazım idi bu qanunlar, niyə bu qədər çətin eləyib filan, gəl görə çətin eləyib ya yox. Allah təala desəydi ki, bu dünyada şəhvətimiz olacaq, ehtirasımız olacaq, qəzəbimiz olacaq, amma icazəniz yoxdur bunları heç vaxt işlədəsiz. Onda adam deyərdi ki, ilahi, yoxdur bunları mənə niyə vermirsən? Niyə mənə zülm eləyirsən? Niyə mənə cəfa eləyirsən? Amma Allah Taala deyir, şəhvət sənin, ehtiras sənin, iştah sənin, qəzəb sənin, amma burada işlət, burada işlətmə. 80% və işlət, 20% mənim üçün sus. Ramazan ayıdır, oruç tut, ilahi məni niyə ad saxlayırsan? Necə ad saxlayıram? Səhər yeməyi ye, axşam yeməyi ye, günorta yeməyi. Yəni Allah Taala elə bir sistem qurub ki, kimsə deyə bilməz ki, ay Allah, niyə Adəmi cənnətdən çıxartdın? Mən cənnəti Adəm əleyhissalama vermişdim. Bir ağac. Adəm əleyhissalamın ona ehtiyacı yox idi ki. Sizin də dünyada bir çox şeylərə ehtiyacınız yoxdur ki, siz yalandan ehtiyac qondarırsınız, şuur altına onu yeridirsiniz, vərdişə çevirirsiniz, mələkə olur, xislət olur, fəsli müqəvvim olur, səni təşkil edən bir parça olur, sonra deyirsən, bunu günahsız yaşaya bilmərəm. Sənin bu günaha ehtiyacın yox idi ki. Özümüz yaratmışıq. Sən uşaqlıqda atan, əmin, dayın səni zorla içki içdirəndə, sən mədən qaytarırdı onu. Sigareti başlayanda sənin ağciyərin qaytarırdı onu, sən məcbur elədin, illərlə onu öyrəşdirdin o qidalanmağa, indi deyirsən ki, necə tərk edin? Nəyi necə tərk edəsən? Sən eləmirsən bu sənin ehtiyacın deyildi ki. Hacı, əslində Adəm Peyğəmbərin əhvalatında ən yaxşı ibrətlərdən biri də həmən sizin qeyd etdiyiniz nöqtədir. Yəni, Adəmin cənnəti və o Allahın ona verdiyi nemətlərlə haram olunmuş ağacı müqayisə edəndə bir budur, yüzlərlə odur. Halalla haramın müqayisəsi də əslində nisbətidir. Yəni bu dünyada da əslində Allahın halalları ilə haramının nisbəti o cənnət meyvələri ilə ağacın nisbəti qədərdir. Yəni çox şey halaldır, çox şey halaldır. Haram əslində elə yenə də o bir ağacdır. Yəni dünyada nə qədər haram var, yəni nə qədər halal var, amma harama baxanda nə qədər bu yalançı ehtiyaclara görə böyük təfsir aliminin çox gözəl bir açıqlaması var. Deyir ki, eyni şəxsi təsəvvür eləyin. Bir nəfər insandır, işləyib, istiya günlərində əziyyət çəkib və susuyub. Ona su vermək və onun su içməsi çox təbii bir prosesdir. Susuza su verərlər, bu da susuyub, alır, içir. Hər şey qaydasındadır. Məlum olur ki, bu adamın suya ehtiyacı var idi və buna su verildi, içdi. Heç kəs qınanmır. İndi bu adam, məsələn, güllə yarası alıb, əməliyyat olunub, Allah şəfa versin bütün xəstələrə, əməliyyat olanlara və əməliyyatdan çıxıb deyir, mənə su verin. Bu adam doğrudan su istəyir, yalandan su istəyir, doğrudan su istəyir. Su istəməyində səmimidir, bəli. Amma doktor nə deyir? Yerine su verməyin. Versəniz ölər. Niyə? Çünki düzdür ki, bu həqiqi ehtiyac hiss edir. Amma bədənin sağlamlığı üçün bu yalançı ehtiyacdır. Bir çox vərdiş edən adamlar, o cümlədən biz ki, dünya ləzzətlərinə aludə olmuşuq, biz deyəndə ki, ay Allah dözə bilmirəm, bu yalancı dözümsüzlükdür. Biz özümüzü o günə qoymuşuq. Yoxsa, məsələn, baxın, adi hallarda, başqa aylarda, Ramazan, mübarək Ramazan ayında yox, başqa aylarda. Axşama kimi
Yemək yeyirik, su içirik, çay içirik, meyvə yeyirik, tun çıtlayırıq. Müxtəlif elə diqqət eləsək, bir dəfə kənardan özümüzə video qoysaq, dəyirman kimi elə gedir. Amma Ramazan ayında 10 saat, 15 saat, yayda 17 saat. Allah bizə sübut eləyir ki, sən belə yaşaya bilirsən. Sən yalan deyirsən bacarmıram. Sənin baş ağrın da bədənivin yalancı tələbatıdır. İstəmir daxili ehtiyatından istifadə eləsin. Çox şeylər var ki, süni şəkildə biz özümüzə problem Ehtiyac hesab eləmiş yəni, bəli. Belə sonra da girova düşürük, məcburən eləyirik. Məcbur bağlı olur ona, bağlılıq yaranır. Yəni bundan qurtuluş üçün adətən insan düşünməlidir ki, mənim ehtiyacım nədir? Bəli. Bir də bunun sonrası var da. Nəticəsi nə olacaq? Nəticəsi nə olacaq? Və bir də mən həqiqətən də Allaha cavab verə biləcəyim yoxsa yox. Və bu nemətin cavabını verə biləcəyim yoxsa yox. Bunların hamısını düşünəndə insan özünə qayıdış eləyir onda. Və sonra yol da oradan başlayır elə özünə qayıdışda. Heç bir bəhanəmiz yoxdur. Yox. Heç bir məntiqimiz yox. Dünyada bir dənə su, bir dənə də xurma olsa kifayət, əslində. Yəni insan ölməyəcək. İnsan acından ölməyəcək. Və bolluca Allah nemət yaradır. Əslində bir çox şeyləri də yenə də biz özümüzə haram etmişik. Bəli. Allah əslində hər şeyi təmənnası yaradır. Biz insanlar onu adətlər filanlar, ruzilər məsələn balıqdır, məsələn götürürük gündəlik yediyimiz şeylər. Allah bolluca yaradıb, quşdur, balıqdır, filandır. Hər kəs öz ehtiyacı olduğu qədər istifadə edə bilər. Gedib istifadə etsə, nə balığın dənizin balıqları tükənir. Amma yığıb ambar eləyir. Xəzinə eləyir, depo eləyir. Nə quşlar azalar. Yəni amma ehtiyacdan çox eləyirik axı. Gedirik bəzən elə əyləncə olsun deyə məsələn gedirik eləyirik. Bu gün milyarderlərin sərvəti haqqında statistikalar deyir ki, dünya əhalisinin 23%-nin pulu onların əlindədir məsələn. Dünyanın təsəvvür eləyin. Dünyanın belə deyək sərvətinin 90%-i cəmi 1%-in əlində cəmləşir. Yəni bu özümüzə, yəni insanlar bu problemləri yaradır. Yoxsa Allah Taala Həzrət Əli əleyhissalam deyir ki, Allah məxluqatı yaradıb, onların arasında ruzini də paylayıb. Sonra biz özümüz üçün problem. Hacı, sizin o mövzuda əgər söz... Bir dənə sözüm var, onu da ərz eləyim. Baxın, burada çox mühüm bir əxlaqi məsələ var. Baxın, şairlər yazırlar. Ötən günlərimi qaytarardılar, gələn günlərindən qurban verərdim. Qocalar başlayırlar, heyf, cavanlığın qədrini bilin və s. Bunların hamısını Allah Taala bir sehirli sözlə həll edir. Biz bu ayə kimi oxuyacağım, o ayə bayaq da oxudum bizə. Biz bu ayəyə həqiqətən iman gətirsək, həqiqətən yəni belə bizim kimi yox. Qəlbdən iman gətirsək, dünyada həsrət adlı bir şey yoxdur. Peşmanlıq adlı bir şey yoxdur. Baxın, fəmən təbiə hudaya. Kim mənim dediyim kimi yaşasa? Yəni Allahın dediyi kimi yaşamaq nədir? Dünyadan məhrum olmaq qətiyyən. Bəli. Dünyanın ehtiyacımızı ödəməkdən də artıq ləzzətlərinə malik olursan. Amma Allah deyən çərçivədə, Allah deyən qaydayla. Ona adət etdin, öyrəşdin o həyata, heç bir problem qalmır. Əksinə, bu proqramsız həyatın bəlalarından xilas olursan. Yaxşı, öyrəşdin həyata nə olacaq? Fələ xafun əleyhim və lahim yəhsənin. Nə onlar üçün qorxu var, nə qəmlənirlər. Alimlər buyurur, buradakı qorxu, ümid və qorxu anlamını verən qorxu deyil. O insana lazımdır. O insanın qanadıdır. Ümid, xof və rəca, ümid və qorxu arasında. Bu qorxu qəm-qüssənin qarşısında qorxudur. Yəni nə? Yəni buyurur, insanın iki dərdi var bu dünyada. Niyə bunu etdim, əlimdən çıxdı? Bunun dərdini çəkmək, qəm-qüssəsini çəkmək. Gələcəkdən nə olacaq? Bunun qorxusunu yaşamaq. Buyurur, siz mən deyəni eləyin. Nə keçmişə təəssüflənəcəksiniz, nə gələcəkdən qorxacaqsınız. Mən Allahım sizə söz vermişəm. Əmin olun, qorxmayın, vədəmə xilaf çıxmayacaq. Mən Allaham sizə demişəm, tövbəkarın məsələlərini həll edəcəm. Əmin olun ki, keçmişin dərdini çəkməyəcəksiniz.
Keçmişin qəm-qüssəsi olmayacaq, narahat olmayın. Bu ayə bilirsiniz nə deməkdir? Gözəl. Həyatı bir dəfəlik xoşbəxt eləyən ayədir. Fəmən təbiə hudayı, Allahın hidayətini mayaq kimi önündə tut, bayraq elə əlində, Allah nə desə onu eləyəcək. Vəssalam, nə keçmişin təhlükəsi qalır, səndə nə gələcəyin təhlükəsi. Bəli, gözəl. Vaxtımız tükənib. Heyf. Seyid, orada bir dənə məsələ toxunum. Orada o bir neçə Adəm Peyğəmbər öz Rəbbindən bir neçə kəlmə öyrəndi. Rəbbi də ona qayıdış etdi. Bəli. Çünki o çox qayıdış edən və bağışlı rəhimlidir. Bu ayədə onun təfsirində rəvayətlərimizdə var ki, bu bir neçə kəlmə Əhl-i-Beytin mübarək adları idi. Ki əslində Həzrəti Cəbrail, Adəm Peyğəmbər deyirlər 40 il ağlayır, deyirlər ən çox ağlayanlardan. Çox tövbə edib deməli. Axırda gəlirlər Ərafatda tövbə eləyirlər. Allah orada onların qəbul edir, bağışlayır və qəbul edir tövbələrini ki, Ərafatda indi də kim getsə orada hacda Ərafatda. Ərafat idrak mərifət yeri deməkdir. Bəli. Orada deyək Həzrəti Cəbrail əleyhissalam gəldi Həzrəti Adəmə buyurdu ki, sən Əhl-i-Beytin adlarını 5 nəfərin adını çəksən, Allaha onların adları ilə təbərrük edib yaxınlaşsan, onda sənin tövbən qəbul olar. Bu rəvayət bizim mənbələrimizdə. Bəli, səhih rəvayətdir. Və burada bir şey, indi verilişin sonudur. Bu mövzuya bir dəfə inşallah qayıdarıq. Aləmin harmoniyadan ibarət olması. Yəni Əhl-i-Beyt əleyhissalamın adları Allahın təcəlla isimləridir. Allahın hansı adı Allaha daha əzizdir? Görəsən Həzrəti Muhammed sallallahu aleyhi və səlləmdən daha əziz ad var Allaha? Yəni aləmdə Allahın yaratdıqlarının hansı birisi Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən Allaha daha yaxındır ki, onun adını çəkək? Bu bəhsi başlasaq biz uzun çəkərik. Yəni əslində istiğfar eləmək elə Peyğəmbərin adını çəkməkdir. Bağışlanmaq, diləmək elə Peyğəmbərin, imamların adını çəkməkdir. Rəbbənə zələmnə anfusənə fəğfir lənə elə onların adını çəkməkdir. Kökünə gedəndə o olacaq. Baxın, təsadüfi deyil ki, İmam Hüseyin Əsəlamın ləqəbi Əbu Abdullahdır. Yəni, bəndələrin atası. Yəni, necə ki, Yəqub əleyhissalam balaları gəlib atalarını dedilər, istəğfir lənə. Biz də atamız olan İmam Hüseyinə deməliyik, istəğfirullah. İndi bu bəhsə girməyək, uzun bəhsdir. Bəli, çox gözəl. Təşəkkür edirik. Mən təşəkkür ederim. Allah razı olsun sizdən. Çox gözəl mövzulara toxundunuz. Minnətdarıq sizə. Allah'a emanet olun, özünüzdən muayət olun. Allah qəbul etsin.